Güya evdən piknik etmək adı ilə çıxmışdıq. Hər şeyimizi də hazırlanmışdıq. Amma bəzən planlar pozulur və yerinə daha gözəlləri yazılır. Piknik edə bilməsək də əvəzində Xocavəndin özündə elə gözəl bir məkana gəldik ki, yaxşı ki planımız baş tutmayıb dedik. Uğur kafenin yeməkləri və bağçası çox qəşəng idi. Buranı gözəl edən isə hər şeydən əvvəl kafenin sahibləri oldu. O qədər gülərüz, mehriban insanlar idilər ki, söhbətlərindən doymadıq. Kafenin sahibi Yaqub dayı bura hələ heç köç başlamamışdan 4 il öncə xüsusi müraciətlə gəlib. O 34 il əvvəl son ana qədər vuruşduğu, qoruduğu evini məcburi tərk etməli olmuşdu. Yaqub dayı Qarabağ veteranıdır. Ləqəbi isə Qara Yaqubdur. Bugün o buranın sakinlərindən biridir və elə evinin yanındakı bu gizli bağçanı icarəyə götürüb işlədir. Kafe ilə bağlı planları hələ çoxdur. Mən isə süni intellektlə bəzi dizayn nümunələr hazırlayıb göstərdim, çox bəyəndilər. Siz ən çox hansını bəyəndiniz? Fikirlərinizi, rəylərdə mütləq yazarsınız. Kafenin bu gözəl bağçasından əlavə kabinetləri və əsas zalı da var. Yaxınlıqda isə gözəl bir meydança yerləşir. Sakinlər tez-tez buraya yığışıb futbol oynayırlar. Yaqub dayının öz evi isə tam bir muzey idi. Bizə oradan bir neçə gözəl hədiyyələr də verdilər. Yaqub dayı və onun gözəl ailəsinə uzun illər boyu bu məkanı uğurla işlətməyi arzu edirəm. Uğur kafesi avtovağzalın tam yanında yerləşir. Ora gələndə kimdən soruşsanız sizə göstərəcəklər. Qarabağdan hamınıza salamlar. Videonu bəyənib şərh yazmağı unutmayın.